Hər vaxtınız xeyirli olsun Kazım, sizi də tamaşaçıları da salamlayırıq. Gördüyünüz kimi biz Cəbrayılın Mehdili kəndindəyik. Burada Anama minalardan təmizləmə əməliyyatları həyata keçirir. Bu günləri biz bura ərəb ölkələrindən olan bir qrup tədqiqatçı ilə gəlmişik. Həmin tədqiqatçılar işğaldan azad olunmuş ərazilərimizlə tanış olurlar. Ümumiyyətlə, həmin tədqiqatçıları düşündürən, maraqlandıran məsələlərdən biri Azərbaycanın 44 günlük vətən müharibəsində qazandığı qələbə və bundan sonra bu ərazilərdə görülən işlərlə bağlı tədqiqatların aparılmasıdır. Səfərimiz bugündən başlayıb. Biz ilk olaraq Cəbrayılın Cocuq Mərcanlı və Mehdili kəndlərinə gəldik. Burada Mehdili ərazisində qonaqlara Anamanın gördüyü işlər barədə məlumat verildi. Qeyd olundu ki, artıq yanvar ayından başlayaraq Anamanın əməkdaşları bu ərazidə çoxlu sayda minalar zərərsizləşdiriblər. Həm tank əleyhinə minalar, həm piyada əleyhinə minalar və eyni zamanda onlar qonaqlar burada bir qədər irəlidə həmin o partlamamış minanın necə partlaması prosesini izlədilər və eyni zamanda ərəb tədqiqatçıları özləri də qeyd etdilər ki, həqiqətən də bu ərazilərdə ermənilər bir vandalizm hərəkətləri törədiblər. Həm insanlıq əleyhinə, həm sülh əleyhinə, həm də ümumiyyətlə bəşəriyyət əleyhinə cinayətlər. Bugünkü bizim səfər proqramımız olduqca zəngindir. Qonaqlar Cəbrayılda olacaqlar və eyni zamanda Füzuliyə gedəcəklər. Füzulidə də ümumiyyətlə işğaldan azad olunan ərazilərimizlə tanış olacaqlar və eyni zamanda həmin ərazilərdəki tarixi, mədəni abidələrlə tanış olacaqlar və qonaqlarımıza bu barədə geniş məlumat veriləcək. Hələlik bizdən Kazım bu qədər. Biz sizə növbəti buraxılışda qonaqların səfər proqramı ilə bağlı və eyni zamanda burada müşahidə etdiklərinə bağlı və eyni zamanda onların fikirləri ilə bağlı daha geniş məlumatlar çatdırmağa çalışacağıq. Hələlik isə söz sizdədir. Çox sağ ol Südabə, ətraflı məlumat üçün.